Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarə etmə. Azərbaycanda dövlət qurumlarında peşəkarlıq, şəffaflıq və kadr siyasəti məsələləri uzun illərdir cəmiyyətin müzakirə etdiyi əsas problemlərdən biri olaraq qalır. Xüsusilə strateji əhəmiyyət daşıyan qurumlarda vəzifə təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi ictimai maraq doğuran məsələlərdəndir. Doğru Xəbər TV informasiya portalının redaksiyasına daxil olan məlumatlara görə, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədrəvəzi Tahir Xəlilovun qayna olduğu bildirilən Ramin Əbdurrəhimov, Yasamal rayon Su Kanal İdarəsində cəmi 3 ay nəzarətçi vəzifəsində çalışdıqdan sonra Gəncə şəhər Birləşmiş Su Təchizatı Xidmətinə rəis müavini təyin olunub. Məlumatlara görə Ramin Əbdurrəhimovun bundan əvvəl dövlət idarəçiliyi sahəsində hər hansı ciddi iş təcrübəsi olmayıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, uzun illər müxtəlif dövlət qurumlarında çalışan, peşəkar təcrübəyə malik çoxsaylı mütəxəssislər olduğu halda, cəmi 3 aylıq nəzarətçi fəaliyyətindən sonra rəhbər vəzifəyə yüksələn şəxsin hansı meyarlarla seçildiyi ictimaiyyət üçün qaranlıq olaraq qalır. Məsələnin digər diqqət çəkən tərəfi isə Tahir Xəlilovun xalası oğlu və yeznəsi olduğu bildirilən Sərxan Orucovun hazırda Yasamal rayon Su Kanal İdarəsinin rəisi vəzifəsində çalışmasıdır. Məlumatlara görə Sərxan Orucov bundan əvvəl Bazar Store mağazalar şəbəkəsində mağaza müdiri vəzifəsində fəaliyyət göstərib. Ortaya çıxan mənzərə isə haqlı olaraq bir sıra suallar yaradır. Dövlət idarəçiliyində rəhbər vəzifələr peşəkarlıq, təcrübə və idarəetmə bacarığı əsasında verilir, yoxsa qohumluq əlaqələri burada həlledici rol oynayır? Əgər yayılan məlumatlar həqiqəti əks etdirirsə, bu halda illərlə təcrübə toplamış mütəxəssislərin kənarda qalması və təcrübəsi məhdud şəxslərin yüksək vəzifələrə gətirilməsi dövlət idarəçiliyinin səmərəliliyi baxımından ciddi narahatlıq doğurur. İctimaiyyət həmçinin cavab gözlər ki, bu təyinatlar hansı müsabiqə, hansı qiymətləndirmə və hansı peşəkar göstəricilər əsasında həyata keçirilib. Çünki dövlət qurumları şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın hökm sürdüyü idarəetmə modeli üzərində qurulmalıdır. Əgər dövlət qurumlarında qohumluq əlaqələri peşəkarlıq meyarlarını üstələyirsə, bu təkcə bir qurumun deyil, bütövlükdə dövlət idarəçiliyinə olan ictimai etimadın zədələnməsinə səbəb ola bilər. Qeyd edək ki, məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəsmi sorğu ünvanlasaq da, artıq bir həftədən çox keçməsinə baxmayaraq sorğumuza hər hansı cavab təqdim edilməyib. Ümid edirik ki, yayımlanan bu yazıdan sonra qurum səsləndirilən məsələlərə münasibət bildirəcək və redaksiyamızın sorğusunu cavablandıracaq. Doğru Xəbər TV olaraq mövzunu diqqətdə saxlayırıq və əldə etdiyimiz yeni məlumatları ictimaiyyətə təqdim etməyə davam edəcəyik. Araşdırmamız bununla yekunlaşmır. Növbəti yazımızda iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat və Uçot şöbəsinin müdiri Yaşar Kəlbiyev və rəhbərlik etdiyi struktur bölməsində peşəkar mühasib sertifikatı olmayan şəxslərin çalışdırılması ilə bağlı əldə etdiyimiz məlumatları ictimaiyyətə təqdim edəcəyik. Bizi izləməyə davam edin.